Müəllimlər, artıq bizim kitabımızın ikinci nəşri 2 aydır satışdadır. Kitabımız son MİQ çərçivəsini tam əhatə edir. Kitab nəzəriyyə və test toplusundan ibarətdir. Mövzular geniş, əhatəli və hər kəsin başa düşə biləcəyi bir formada hazırlanır. Mövzunun sonunda isə testlər, sınaq testləri verilmişdir. Kitabda o cümlədən 4 ümumi sınaq 2023, 2024 və 2025 MİQ sualları da öz əksini tapmışdır. Çox mükəmməl kitabdır. Baxmayaraq ki, qısa vaxtdır satışdadır. Demək olar ki, çox az sayda kitabımız qalıb. Kitab əldə etmək istəyənləri, o cümlədən kitab haqqında, dərslərimiz haqqında ətraflı məlumat əldə etmək istəyənlər 050 855 91 46 nömrəsinin WhatsApp-ına yazıb ətraflı məlumat əldə edə bilər. Kitabımızdan bir neçə testləri də təqdim edim sizə. Məsələn, futbola aid bir sual verilib burada. 33-cü sualda ki, uyğunluğu müəyyən edin. Cərimə zərbəsi, sərbəst zərbə. Yəni, buradan soruşur ki, hansı verilənlər cərimə zərbəsinə aiddir, hansı qeyd olunanlar sərbəst zərbəyə aiddir. Cərimə zərbəsinə hansılar aiddir? İlk olaraq onlara baxaq. Təhlükəli oyun. Təhlükəli oyun hansına aiddir? Təhlükəli oyun bilirik ki, sərbəst zərbəyə aiddir. Rəqibin üzərinə hoppanmaq. Rəqibin üzərinə hoppanmaq isə hansına aiddir? Cərimə zərbəsinə aiddir. Rəqibi təhqir etmək. Təhqir etmək də sərbəst zərbədir. Rəqib oyunçuya tüpürmək. Rəqib oyunçu üzərində tüpürmək isə nəyə aiddir? Cərimə zərbəsinə. Yəni, bu halda cərimə zərbəsi tətbiq olunur. Rəqib oyunçunu tutmaq. Bu halda da cərimə zərbəsi təyin olunur. Etiraz etmək. Etiraz etməyə görə isə nə? Sərbəst zərbə təyin olunur. İndi biz nə etməliyik? Müəyyən etməliyik ki, cərimə zərbəsinə hansılar aid oldu? Cərimə zərbəsi, yəni 1-ə aid oldu B, D, Y. 1-ə aid oldu B, D, Y. 2-ə aid oldu, yəni sərbəst zərbəyə A, sonra C və F. A, C, F. Deməli, cavabımız oldu burada hansı? B variantı doğru cavab oldu. Yəni, bizim kitabda həm mövzular, həm də testlər öz əksini tapır. Mövzunu oxuyuruq, mövzunun sonunda isə nələr verilmişdir bizim üçün? Testlərimiz verilmişdir. Mövzular da çox əhatəli, geniş formada hazırlanıb. Yəni, demək olar ki, bizə nə lazımdırsa, həmin kitabda öz əksini tapır. Bütün idman növləri, hərəkət qabiliyyətləri, məzmun xətləri, dərsin hissələri, hər biri bu kitabda öz əksini tapmışdır. Baxın, hər bir mövzuya aid də testlərimiz bu kitabda öz əksini tapıb. Hərəkət qabiliyyətlərdir. Hərəkət qabiliyyətlərdə istifadə olunan qiymətləndirmə hərəkətləri, kiçik sumatik qiymətləndirmə, böyük sumatik qiymətləndirmə, diaqnostik qiymətləndirmə. Və hərəkət qabiliyyətlərdə çox geniş, əhatəli formada, o cümlədən şəkillərlə verilmişdir. Yəni, hər bir mövzu, MİQ çərçivəsində olan hər bir mövzu bu kitabda öz əksini tapmışdır. Baxın, bu ümumi sonda olan sınaqlarımızdır. 3-cü sınaq. Kitabda o cümlədən sonunda bizim üçün test cavabları da qeyd olunmuşdur. Yəni, testlərin cavablarını da sonda yoxlaya bilərsiniz. 2025 suallardır bunlar, MİQ suallardır. Yəni, son MİQ imtahanında hansı suallar düşübsə, onlarla da tanış ola bilərsiniz. Baxın, MİQ 2025 suallarıdır. Yəni, bir sözlə
bizə nə lazımdırsa bu kitabda öz əksini tapmışdır. Olimpiya oyunları da yəni bu kitabda öz əksini tapıb. Baxın, Olimpiya oyunlarında, sonuncu Olimpiya oyunlarında əldə etdiyimiz uğurlar və digər Olimpiya oyunlarında əldə etdiyimiz uğurlar. Avropa oyunları da bu kitabda qeyd olunub. O cümlədən zədələmələr zamanı ilkin tip yardım. Bir sözlə kitab çox mükəmməl formada hazırlanıb. Sizlər də alıb bu kitabdan istifadə edərək MİQ və sertifikasiyada yüksək nəticə əldə edə bilərsiniz. Dediyim kimi, kitabımız çox az sayda qalıb. Əldə etmək istəyənlər müraciət edə bilər. Baxın, ümumi sınavlarda gəlin bir suala baxaq burada. Deyir ki, handbol oyununa aid qeyd olunan mülahizələrdən hansılar doğrudur? Doğru olanları soruşur bizdə. Bir hissədə hər komanda maksimum 2 timeout götürə bilər. Bəli, bilirik ki, doğrudur. Bir hissədə hər komanda maksimum neçə? 2 timeout götürə bilər. Oyun ərzində cəmi neçə timeout olur? 3 timeout olur. Əgər birinci hissədə 2 dənə götürmüşsə, ikinci hissədə 1. Və ya da ki, birinci hissədə əgərsə 2 dənə götürmüşsə, ikinci hissədə 1 dənə timeout götürə bilirik. Yəni bir hissədə maksimum 2 timeout götürmək olur. İkinci, top qapıcıya toxunub qapı xəttini tərk edərsə, kürdən zərbə təyin olur. Ümumiyyətlə bilirik ki, handbolda kürdən zərbə yoxdur. Top qapıcıdan qapı xəttini tərk edirsə, bu zaman qapıdan zərbə təyin olunur. Bu səhvdir. Pasiv oyun zamanı maksimum 4 ötürmədən sonra top qapıya vurulmalıdır. Bəli, pasiv oyun qərarı verilibsə, mütləq şəkildə maksimum 4 ötürmədən sonra top qapıya vurulmalıdır. Doğru fikirdir bu. Bizdən də doğruları soruşur. Hər timeout üçün 30 saniyə vaxt verilir. Xeyr, 60 saniyə səhvdir. Masa hakimlərinin fitindən sonra vurulan qol sayılmır. Bəli, masa hakimləri fit verilibsə, oyun dayandırılır. Ondan sonra penaltda, yəni cərimə zərbəsi tətbiq olunsa, qol da olsa ləğv olunur. Bu da doğrudur. Hakim 4 rəngdə kartdan istifadə edir. Hakim 3 rəngli kartdan istifadə edir. Sarı, qırmızı və bir də ki, mavi kartdan istifadə edir. 4 ümumi handbolda cəmi 4 rəngli kart var. Yaşıl kart var ki, yaşıl kartda bilirik ki, timeout kartıdır. Onun hakimlər yox, məşqçilər üçün. Məşqçilər istifadə edir həmin kartdan, timeoutları götürmək üçün olan kartdır. Ona görə bu da olur səhv. Yəni hakimlər neçə? 3 rəngli kartdan istifadə edirlər. Oldu burada neçə fikir doğru? 3 fikir doğru oldu. 1, 3 və 5. 1, 3, 5. Doğru cavabımız oldu burada C variantı. Başqa bir suala baxaq. Deyir ki, 5-ci sinif qiymətləndirmə hərəkətinə aid olanı seçin. 100 metr qaçış. 100 metr qaçış birlik sürət qabiliyyətindədir və bu istifadə olunur tam orta təhsil səviyyəsində. Yəni bu aid deyil. Qaçaraq hündürlüyə tullanma. Qaçaraq hündürlüyə tullanma da 5-ci sinifdə istifadə olunmur. 5-ci, 6-cı siniflərdə, daha doğrusu 5 və 6-cı siniflərdə hündürlüyə tullanma hərəkətindən qiymətləndirmə hərəkəti olaraq istifadə olunmur. Digər siniflərdə 7-dən başlayaraq istifadə olunur. 1000 metr cross qaçış, 1500 metr cross qaçış, 60 metr bunu müsbət niyə qoydum mən? Aid deyil. Bu da mənfi. Qaçaraq hündürlüyə tullanma da aid deyil. Aid olan isə oldu burada cross qaçışı. 1500 metr də hansına aiddir? Ümumi ortaya aiddir. Amma 5-ci sinifdən yuxarı 6, 7, 8, 9. 5-ci sinifdə isə 1500-dən istifadə olunmur. 1000 metrdən istifadə olunmur. 60 metr qaçış, 60 metr qaçış da istifadə olunur sürətdə. Sürətdə istifadə olunur 6, 7, 8 və 9-cu siniflərdə. Deməli, burada doğru cavabımız hansı oldu? 1000 metr cross qaçış. Başqa bir suala baxaq. Deyir ki, badmintona qeyd olunan fikirlərdən hansı doğru?